Quşçuluqda əsas meyar o deyil ki, çoxlu quş saxlamaq. Əsas meyar odur ki, quş saxlayıb yemə görə maksimum çəki almaq deməkdir. Bu isə EPF deyilən bir göstərici ilə hesablanır. EPF yəni istehsal effektivliyi faktorudur. Bu faktor bizə göstərir ki, təsərrüfatda işlər necə gedir və yaxud nə isə dəyişmək lazımdır. EPF təkcə bir göstərici deyil. Bu bir neçə göstəricinin birləşməsidir. EPF-in əsas 4 göstəricisi var. Bunlardan biri diri qalan quşların faizi, yəni ölüm hallarının azalması. İkincisi orta canlı çəkini neçə günə yığdığıdır deməkdir. Bəsləmə müddəti, cücə neçə günə bəslənilibdir və PCR də o deməkdir ki, 1 kilo diri çəki üçün cücə nə qədər yem yeyibdir. Bütün göstəricilər təsərrüfatın effektiv olub-olmadığını göstərir. EPF belə hesablanır. EPF-ə təsir edən amillər yemin keyfiyyəti, quşların sağlamlığı, xəstə olmaması, ətraf mühitin təmiz olması, dezinfeksiya olunması, işıqlandırma, biotəhlükəsizlik böyük rol oynayır. EPF-i izləmək təsərrüfata çox böyük xeyri var. Təsərrüfata gəlir gətirir, sağlam cücələr böyüyür və istədiyiniz nəticələri ala bilərsiniz.